Salam, hər vaxtınız xeyir olsun. Çoxlu zənglər gəlir, cari məsələlərdən ötürü, yağ mı verək, bordo mu verək və s. və ilə axır mövzusunda. Ona görə cari məsələlərə görə münasibət bildirmək istəyirəm. Deməli, birinci nə verilməlidir? Birinci qışlıq yağ vurulmalıdır. Qışlıq yağda da bir neçə önəmli məsələ var ki, diqqətə alınmalıdır. Qışlıq yağı tətbiq etmək üçün ilk növbədə hava temperaturu 5 dərəcədən yüksək olmalıdır. Səthi yaxşı bir şəkildə isladılması üçün. Amma bəzi qışlıq yağlar var ki, səthi aktiv maddələrlə təchiz olunub və bu da ona səthi tam islatmaqda kömək edir. Hətta don temperaturunda olsa belə fərq etmir. Xüsusi spirт qarışığı qışlıq yağlar var ki, səthdə tam yayılır və səthin tam islanmasını təmin edir. Bəzən səthi aktiv maddə kimi kleylərdən, yayıcı yapışdırıcılardan istifadə olunur, amma yəni qış üçün, qış temperaturu üçün bu yağlar aktivlik göstərə bilmir və səthin tam islanmasını təmin edə bilmir. Bəzi zərərvericilər var ki, onların islanması da mümkün deyil. Bəsit hazırlanmış yağlarla islatmaq olmur. Məsələn, armudun pislidi. Bizdə hansı ki, bizim dildə desək, armudun ballıcası. Tumurcuq diblərində qışlayan yumurtaları məhv etmək çox çətin olur. Ya 10-12 litr layım sülfürlə dərmanlama aparılmalıdır ki, bu da böyük ölçüdə qarşısını alır, amma avqustda, sentyabrda tətbiq olunarsa. Və yaxud da flipradifron tərkibi ilə işləmək daha faydalıdır. Həm translaminar insektisiddir, həm də yağlarla daha yaxşı, kleylə daha yaxşı yayılma göstərir. Ən yaxşısı səthi aktiv maddə əlavəli yağlardan istifadə etmək daha çox kökünü kəsə bilər. Onu da qışda, indiki dövrdə düzgün bir şəkildə qışlıq yağ tətbiq eləməklə. Fərq etməz, yəni indi armuddan danışmağım o demək deyil, armuda aiddir fikrim. Bütün bağlara aiddir. Yağın əgər islatma keyfiyyətini artırmışsınızsa, bu sadəcə ştovkada iş verə bilər, biraz da bəzi yastıca növlərində. Yəni bütün canlılar qış üçün müəyyən tədbirlər gördüyü kimi, təbiətdə hər bir canlının da qışda qorunması üçün təchizatı yazdakı kimi olmur. Ona görə də yağları elə qışın əvvəlində əsasən də yarpaqların tam töküldükdən sonra vermək məsləhətdir. Çünki yarpaqlar da ağacda müəyyən kör nöqtələr yaradır. Ona görə də yaxşı olar ki, yarpaqlar tam töküləndən sonra qədər gözləyəsiniz, ondan sonra tətbiq eləyəsiniz. Amma atdığınız yağın da xüsusiyyətlərinə diqqətli olun. Yəni parafin yağı və kalium hidroksid qarışığı həddən artıq yüksək pH-lı bir məhlul əmələ gətirir və siz də hər hansı insektisid və yaxud akarisid qatanda qarışığa, demək olar ki, həmin insektisid tamamilə parçalanmış və heç bir aktiv fəaliyyət göstərməyəcək qədər aciz olur. Yəni, cibinizdən pulu boşu-boşuna xərcləmiş olursunuz və nəticədə də bağın zərərvericilərdən təmizlənməsi tam mükəmməl ola bilmir. Amma yağların səthi aktiv maddə təminatı varsa və bu yağın pH-ını nisbətən tənzimləmiş olur, həm də insektisidin aktivliyinə hər hansı bir mənfi təsir göstərmir, həm də ağacın mikroskopik çatlarında gizlənmiş spor, yumurta və s. Zərərverici yumurtalarına qarşı da nüfuz edə bilir. Tam nüfuz edə bilir. Nəysə, yağ məsələsini burada bitirək. Vaxtı mövzusuna toxunduq, niyə verməliyik mövzusuna toxunduq, necə verilməliyik mövzusuna toxunduq və hansı yağlardan istifadə olunmasına qədər münasibət bildirdik. İndi isə keçək bordoya. Bordo isə yaz qabağı verilməsi məsləhətdir. Noyabra qədər budama aparılan bağlarda budama bitər-bitməz dezinfeksiya məqsədi ilə aşağı dozada bordo verilə bilər. Mən heç onun belə tərəfdarı olmuram heç vaxt. Kim mənə zəng eləyir, özü də eşidirlər. Sadəcə müsülfatı tövsiyə eləyirəm. Amma fevralda verilməsi bordo üçün isə fevralı nəzərdə tuturam. Yəni, demək istədiyim, müsülfatı ona görə nəzərdə tuturam ki, payız dövründə ağaclar budanan, erkən budamalarda, yəni tək müsülfatda kifayət qədər iş görür. Amma fevralda bordonun verilməsi göbələklərin də belə fevralda
artıq aktiv olmasa belə olmağa hazırlaşan dövrdür. Xüsusilə də monolyoz və bir çox bakteriyal xəstəliklər var ki, onu bordosu yaz qabağı verilərsə, yazda da çox faydasını görürsünüz. Və kifayət qədər də dərman xərcini azaldır. Bağlar var ki, Sprodinildən Baskalida, Siafonat, nə bilim, hər dərman atır, nəticədə monolyoz hələ də bağda davam edir zərər vurmağa. Yəni demək istədiyim, bordonu fevralda vurmaq məsləhətdir. Bir də bordo demişkən, bir mövzunu da qeyd edeyim ki, dəyərli qardaşımız Rasim bəy o günlərdə mis-sulfata hə deməyə başlayıb artıq və yəni çox gözəl də paylaşım hazırlamışdı. Mən alqışlayıram Rasim bəy. Əslində tək Rasim bəy yox, bir çox hazır bordoçular artıq mis-sulfat hərəkatını dəstəkləməkdədirlər. Yəni hər halda inciməzlər mənim sözlərimdən. Çünki hamısı hazır bordonun tərəfdarları idilər və başqa bir paylaşımda da rastlaşdım ki, dükanda qarşısında tonlarla bordo olmağına baxmayaraq mis-sulfatdan danışırlar. Yəni bu da demək istədiyim, bu hərəkatı başlamağımdan 10 il keçməsinə baxmayaraq artıq qələbəmi elan edə bilərəm. Hamısı qardaşlarımdır, heç biri düşünmürəm ki, məndən inciyər. Amma həqiqətən də bu bizim zəhmətimizin bəhrəsidir. Hazır bordo teması da yəni əvvəl-axır həqiqət ortaya çıxmalı idi və sağ olsun əməyi keçən bütün qardaşlarımıza ki, hər kəs artıq hazır bordonu, yəni saxta bordonu dəfn etməkdəyik. İndi isə Rasim qardaşımın paylaşımına münasibət bildirmək istəyirəm. Bütün baxmışsınız yəqin həmin o paylaşıma, orada lövhədə bütün mis qarışıqlarını lövhədə qeyd edir və gözəl bir şəkildə də hər bir tərkib haqqında açıqlama verdikdən sonra bordo haqqında danışır. Və mənim razılaşmadığım məqam da elə bordo haqqındakı fikirləridir. İlk növbədə bordodan da üstün olaraq göydaşı, yəni mis-sulfatı qəbul edir. Bu doğru deyil. İkincisi, bordonu mis-hidroksid kimi açıqlayır. Elə deyil. İlk növbədə bordo mis-hidroksid deyil. Bunu bilmək lazım. Mis-hidroksid bordonun sadəcə 22%'dir. Bordonun 78% mis-hidroksid sulfatdır. Və bir növ çürüntü məhlulu qəbul etmək lazımdır. Yəni bordonu bir çürüntü məhlulu kimi qəbul edilir. Yəni süd süddür, amma pH müjdi dəyişəndə süd artıq qatıq olur. Amma məhlul həmin məhluldur. Yəni heç bir şey əlavə olunmur, sadəcə pH müjdi dəyişən kimi, yəni turşuluq artan kimi belə deyək. Süd çürüyüb artıq qatığa çevrilir. Dadı, özəllikləri, xarici görünüşündə, qoxusunda verdiyi həzz belə dəyişir. Yəni tamamilə ayrı-ayrı bir heç bir şey qatılmadan sadəcə mühitin pH-ının dəyişməsi hesabına tamamilə fərqli məhlullara çevirir. Süddən ayrı həzz alırsan, qatıqdan ayrı. Süd içib qarın ağrısına düşürsən, amma qatıq içib sərinləyirsən və yaxud da hər hansı bir qarın ağrısı da olmur. Bu arada da bir növ çürümüş mis-hidroksiddir. Yəni mis-hidroksid sulfatdır. Və işi görən də həmin o mis-hidroksid sulfatdır. Amma Rasim bəy qeyd edir ki, bordo mis-hidroksiddir. Bu doğru deyil, razılaşa bilmərəm. Elə isə yəni elə olsa əslində daha bordo nəyə lazımdır ki, hazır mis-hidroksid fungisit olaraq satılır və onu alıb vurmaq daha məntiqli olar. Yəni qısacası bordo ayrı məhluldur və satılması da mümkün deyil. Bağda hazırlanması bir məhluldur, mütləq bir şəkildə çöküntüsü olan məhluldur. Mis-sulfata gəldikdə isə mis-sulfatı dəfələrlə qeyd etmişəm. İndi də qeyd edirəm ki, birbaşa tətbiqində tonu 6 kiloqramdan artıq vurmaq olmaz. Bu mənim yəni bu konkret olaraq aqronomiyanın əsas qanunlarına ziddir. 6 kiloqramdan artıq vurmaq. Yəni bordo olmur, nə olur olsun, dəxli yoxdur. Ağaca tətbiq olunan bütün məhlulların pH-ı 5.5 ilə 9-un arasından çıxa bilməz kənara. Yayda əsasən 5.5 ilə 7.2 arasında olmalıdır. Qışda isə 7 ilə 9-un arasında olması məsləhətdir. Bu əsas qaydaya görə yəni mis-sulfatı 6 kiloqramdan artıq tona vermək olmaz. Amma baxırsan ki, tona 10 kiloqram, 15 kiloqram, hətta bəzən 20 kiloqram tövsiyə edirlər. Dəmir də eyni şəkildə tövsiyə edirlər. Yəni bu çox ciddi bir yanlışdır. Çox ciddi bir yanlış tövsiyədir. Nəticədə ondan heç bir fayda görə bilməzsiniz və zərərləri arasında da başda stres olmaqla meyvə gözlərində zəiflik və bu da müxtəlif xəstəliklərdən meyvə gözlərinin fatihəsi deməkdir. Ona görə də bordo məhlulu atılmalıdır. Paizdə etirazım yoxdur. Mis-sulfat verilə bilər 6 kiloqrama qədər. Amma fevral üçün heç bir halda məntiqli deyil.
Yəni belə fevral üçün də mən razılaşaram hardasa. Amma ümumi tövsiyə üçün yox. Məsələn, gilasa tövsiyə etmək olar müsülfatı. Yəni cavan bağlara, hansı ki yeni bağlardır, ötən mövsümdə daha az xəstəliklər görmüş bağlara və s. armuda, almaya, alçıya müsülfat, yəni müsülfatla problemi aradan qaldırmaq yəni doğru yanaşma olmaz. Hətta ciddi məsuliyyətdir belə bir tövsiyəni vermək. Yəni demək istədiyim nədir? Bordonu mis sulfatla əvəz eləyirsənsə, o bağın özünə görə qərar verə bilərsən. Bəzi bağlar ola bilər ki, hə, o bağın xəstəlik, ötən illərdəki xəstəlik, belə deyək də, siyahısına baxa bilərsən, hə, orada xəstəlik az müşahidə olunarsa, bakteriyal xəstəliklər olmazsa, hə, o halda mis sulfatla əvəz eləyə bilərsən. Amma mis sulfat payız dövrü üçündür. Bordonu əvəz eləmir. Hə, nə qaldı? Deməli, bordodan fevralda istifadə etmək lazımdır. Bu, bordo haqqında hətta budamalardan sonra o aşağı doza verilməlidir tövsiyəm də var da. Yəni, çox vaxt tövsiyə edirəm. Yəni, artıq o belə qüvvədən düşüb. Çünki o tövsiyəmdə noyabra qədər budama aparanlar üçündür. Yəni, erkən budamalar üçündür. İndicə ehtiyac yoxdur da, yəni bəzən bir yoldaş da var idi, Xaçmazdan dostumuz var idi, zəng eləmişdi ki, mən müsülfat atmalıyam, atmalı deyiləm. Yəni, mən indi ehtiyac görmürəm. Ona görə ki, artıq havanın temperaturu da çox düşüb. Bu da müsülfatdan da daha güclü bir dezinfektandır. Yəni, temperatur aşağı düşməsinin özü də bir dezinfektan sayılır. İsti havada əsasən sirayətlənmə baş verə bilər açıq yaralardan. Qışda sirayətlənmə var. Və nəzərinizə çatdırım ki, bizdə də həm 2 komponentli bordomuz var. Hansı ki, hektara 160 manatdır. Tona 20 kiloqram, yəni 20 litr mis-sulfat, lignosulfonat qarışığıdır və 10 litr əhəng suyudur. Kompaktlaşdırmışıq, 2 ayrı-ayrı kanistrdə təklif edilir. Birbaşa çiləkciyə birbaşa əlavə edirsiniz, heç əziyyət çəkməyə ehtiyac yoxdur. 1 tona 10 kiloqram, 10 litr birindən, 20 litr birindən əlavə elədiniz. Heç bir, hər hansı bir tıxanma, nozullarda bir narahatçılıq və s. və ilə heç nə yoxdur. Və qarışdırdınız. Promoy birbaşa dərmanlama bakına oradan da tətbiq elədiniz, getdi və s. Və səthi aktiv maddə ilə təchiz olunmuş, islatma qabiliyyəti həddən artıq yüksək olan qışlıq yağlarımız var. Sifariş üçün prosto zəng eləməyiniz kifayətdir, çatdırılma eləyirik. Yəni, yaxşı olar ki, sifariş verəndə qonşu ilə məsləhətləşəsiniz, bəlkə onun da istəyi olar. Yəni, demək istədiyim, hər bir litri belə çatdırırıq, söz yox, amma o deməkdir ki, yəni, daha çox olanda sifariş, onu çatdırmaq da daha rahat olur və tez olur. Bəzən olur ki, az sifariş olur, onu biz gözlədirik, növbəti sifarişlərlə bir yerdə və yaxud həmin regiona maşınımız çıxanda göndəririk. O baxımdan demək istədiyim, çalışıb 2 qonşu bağlar bir yerdə, 3 qonşu bağlar bir yerdə sifariş eləyəndə daha rahat, həmin dəqiqə, həmin günü çatdırılmamız mümkün olur. Belə, yəni demək istədiyim, yersiz xərclərə getməyin, qışlıq yağ, bordo isə heç kim verməsin, bordonu fevral ayına saxlayın, hər hansı bir budama eləyəcəksiniz belə, mis-sulfatı da ehtiyacı yoxdur, çünki temperatur özü mis-sulfatdan da daha yaxşı dezinfeksiya eləyir bağları. Şaxta, yəni əslində şaxtası olan regionlarda kifayət qədər problemlər həmin qışın hesabına baş verir, aradan qalxır. Amma şaxtası olmayan, məsələn, Afrika ölkələrində hər bir həşəratın populyasiyası 7, 24, 12 ay davam edir deyə daha ciddi problemlərdir. Və orada hər hansı bir həşəratın və yaxud hər hansı bir xəstəliyin aradan qaldırılması mövzusu bizdəki kimi hazırlanmır. Onun mövzuları, onun protokolları tamamilə fərqlidir. Belə, nəysə, Allah kömək olsun. İnşallah paylaşımımdan faydalanarsınız. Elə bilirəm ki, istər Rasim bəy, istər digərləri, dostlarımız incimə sözlərim, iradlarımızdan hər kəs mənə də irad bildirə bilər, heç bir narazılığımız yoxdur. Hər kəs hər şeyi mükəmməl bilə bilmərik. Mütləq şəkildə bizim də xətalarımız var və hər kəsdən də xahiş edirik, xətalarımızı gördüyündə mütləq şəkildə irad bildirsin ki, biz də vaxtında xətalarımızı düzəldə bilək. Təşəkkür edirəm dinlədiyiniz üçün, sağ olun.
Xaçmaz bağçılıqda olacağım 6-cı gün. İnşallah orada tədbir var. Həmin tədbirdə də mən də iştirakçıyam. Bizi də dəvət eləyiblər. Təşəkkür edirəm Xaçmaz bağçılıq heyətinə indidən və orada iştirak eləyəcək yoldaşları da indidən salamlayıram hamısını. İnşallah ki, Allah görüşdürsün. Sağ olun.